Dördüncü sual. Şəbəkədə paketləri qəbul edib ən səmərəli marşrut üzrə göndərən qurğu hansıdır? Burada nəzərə almaq lazımdır ki, bizə ən səmərəli marşrut üzrə göndərən qurğunu soruşur. Burada doğru cavabımız C, yəni yönləndiricidir. Yönləndiricinin digər adı isə routerdır. 5-ci sual. Şəbəkəni alt şəbəkələrə ayırmaq və ya eyni tipli şəbəkələri birləşdirmək üçün hansı qurğudan istifadə olunur? Nəzərə almaq lazımdır ki, bizə şərtdə eyni tipli şəbəkələr göstərilib. Eyni tipli şəbəkələri birləşdirmək üçün körpü və ya digər adı ilə bridgedən istifadə olunur. 5-də doğru cavabımız B bəndidir. Ayrı-ayrı rabitə protokolları ilə işləyən müxtəlif tipli şəbəkələr arasında informasiya mübadiləsini gerçəkləşdirmək üçün birləşdirici qurğu hansıdır? Ayrı-ayrı rabitə protokolları ilə işləyən birləşdirici qurğu şəbəkə keçidi və ya şluz və ya gateway-dir. 7. Bu adda şəbəkə topologiyası yoxdur. Wi-Fi adında şəbəkə topologiyamız yoxdur. Fast Ethernet standartında verilənlərin maksimal ötürülmə sürəti nə qədərdir? Bunu isə nəzəriyyədən bilirik ki, 100 megabit böl saniyədir.